göz belə. Hırpırıp da kələm belə. Səhvlər düz eləmir. Hırpırıp da kələm. Hə, uşqol gəldi. Keçin yeridir. Düz otur əcə. Durun. Oturun. Bugün bizdə predmetni urokdur. Dünənki dərsi kim deyə bilər? Sən mən deyiləm, sən də göstərdin. Kərbəlayı, şagirdlərlə danışmaq olmaz. Mustafa, sən de? Qoyun, at, keçi, pişik, inək. Uçdu. Birini demədiyi? Hansını? Dananı. Böyük iş oldu. Dananı. Kərbəlayı, şagirdlərə mane olmaq olmaz. Klasda çubuq çəkmək də olmaz, heç olmaz. Gözünüz məndə olsun. Bu nədir? Zülfəli? Bu atdı. Yox, dürüst fikirləş. Dəxi nə fikirləsin? Atdı da. Hə da. Balam, atdı da. Uçsuz düz deyir, atdı da. Yaxşı, mane olmayın, əyləş. Sabzalı. Sabzalı. Sabzalı de görək. Bu atdı. Yox, belə demək lazımdır. Bu atın şəklidir. Xorum. Bu atın şəklidir. Bu nədir? Bu nədir? Ha? Bu mənim nəyimdir? Bu mənim başımdır. Xorum. Bu mənim başımdır. Yox, yox, yox. Bu sənin başındır. Xorum. Bu sənin başındır. Yaxşı. Bəs bu nədir? Bu sənin başındır. Oh, bojum oy, bunlar necə adamlardır, elə yox. Bu atın başı. Boynun oturan şok. Sən də gülayım sən də. Bu atın nə idi? Sən de. Qulağı. Yox. Yaxşı, ay uşqol, onda sən özün də görək. Bu qulaq döybən nədir? Kərbəlayı, əgər siz bir də danışsaz, mən onda gərək sizdən xahiş edəm ki, çıxıb gedəsiz. Uçdel, biz bir eşya almışıq. Əhməd, bala, mən səndən soruşdum ki, siz nə almışsınız? Hə? Cavab ver. Soruşdun? Yox, soruşmadınız. Cəlil, soruşdun? Yox, soruşmadınız. İndi bir yerdə deyin, yox, soruşmadınız. Yox, soruşmadınız. Bax belə. Uçdel, bizim də atımız var. Allahu Ekber! Sen bala, uçiti yəqin ki at-saat görməyib. Ged evə, atı min, gətir. Qoy uçiti, onun həm başına baxsın, həm də ki qulağına. Dur oğlum, dur get, get. Kərbəlayı, icazə verin dərsimizi keçək. Hüseyin, bala, hara gedirsən? Sən bilmirsən ki, dərs qurtarmayınca şkoldan getmək olmaz? Uçdel, gedim atı gətirim də. Əşi, siz məni ələ salmışsınız, nədir? Keç bucağa görüm. Keç bucağa. Sən bunun boyuna buxununa bax. Döyün burada. Uçdel, bizim də qara atımız var. Bala, mən səndən soruşdum ki, sizin necə atınız var? Soruşdum. Keç bucağa. Keç bucağa. Gel görüm. Dur. Vat tak. Səfər. Bala, sən hara gedirsən? Şiko, yaman acımışam. O yeyim, çörəyimi yiyeyim. Gəlirəm, tez gəlirəm. Dərsdən getmək olmaz. A bala, Səfər, dayan görüm. Hara gedirsən? Dayan deyirəm sənə. Vay,
Belə də iş olar, hə? Belə avamlıq olmaz. Siz gərək bilməlisiniz ki, müəllimlik ən müqəddəs və çox çətin vəzifədir. Biz seminariyada oxuyanda qubernator bizə qonaq gəlmişdi. O bizə dedi ki, bəli, qubernator özü. O bizə ağıllı məsləhətlər verdi. Dedi ki, kənd müəllimi çox müqəddəs bir məqamdır. Özü də elə bir məqamdır ki, o özü, bəli, qubernatorun özü bizə həsəd aparır. Hətta bir dəfə ürəkdən ah çəkib dedi, kaş mən də sizin kimi bu yolu keçə biləydim. Yəni, kənd müəllimi olaydı. İndi mən siz kəndlərdən sorsam ki, 2 üstə gəl 2, neçə eləyər? Bilmirsiniz. Amma gedib mənim kimi seminariyada oxusaydınız, bilərdiniz ki, məsələn, qarpuzun içini arşınla necə ölçürlər? Bax, elə götürək zoologiyanı. Məsələn, çəyirtkənin qulaqları onun bədəninin harasındadır, hə? Ay Şiko, başınıza dönüm. Bu çəyirtkənin qulağı bizim nəyimizə gərəkdir? Ha? Sən oxumuş adamsan. Yaxşısı budur. Bu zəhirmar çəyirtkələrə bir çarə tap ki, taxıllarımızı yiyib dağıtmasın, bizi ac qoymasın. Yoxsa qadın bu çəyirtkənin qulağına da, gözünə də, qaşına da. Bu da sizin ağsaqqal. Sən bir bunların papaqlarına bax, dərsə gülməklərinə bax. Sən bilirsən Uşinski kimdir? Hə? Piragov kimdir? Hə? Pestalozzi kimdir? Uçutur. Bəlinin nənəsi əlində bir böyük ağac söyə gəlir. Amma yaman böyük ağacdır. Ədə, hanı o? Ədə, çəkil görmədə. Ay, səni görüm atan-anan tümbətin düşür. Hanı? Sənə qurban olum. O uşağı niyə püstaq edib, üzünü çöndərmişsən gülliyə. Ay, sən iş dolaşdığın yerdə görüm. Başa dönəydin. Ay, səni görüm elə. Ay arvad, Nə deyirsən, nədir? get buradan. Özün çıx, get buradan. Get buradan arvad deyirəm. Belə deyirəm, uşaq aparım. Çəkil. Elini çək. Gəl qadanam, gəl başına dönüm. Sənin ciyərin yansın. Yeri deyirəm Səkinə səni. bacı, niyə qanun qaranır? Əşi, sən kirmiş dur. Gəl qadanam. Bir də sən mənim qapıma adam göndərsən. Ay uçitil. İstəmir, gedək. Estağfurullah. Kəsin səsinizi! Ay giri! Aman Allah, bunlar necə məxluqdur? Yox,